Bakıdan rayonlara kütləvi köç başlayacaq, mühüm məqamlar açıqlandı. Ölkəz xəbər verir ki, bəzi ölkələrdə azyaşlı uşağı olan ailələr üçün sərhəd kəndlərində mənzil imkanlarının yaradılması, əhalinin həmin bölgələrə qaytarılmasına yönəlib. Bu addımlarla sərhəd kəndlərdə əhalinin sayının artırılması hədəflənir. Azərbaycanda isə xüsusilə sərhəd və ucqar kəndlərdən iri şəhərlərə, əsasən Bakıya köç davam edir. Buna səbəb regionlarda iş yerlərinin azlığı, sosial xidmətlərin və təhsil imkanlarının məhdud olmasıdır. Sabiq Maliyyə naziri Fikrət Yusifov bildirib ki, Qarabağ və Şərqi Zəngəzura qayıdış proqramı uğurla icra olunur və artıq 10 minlərlə insan həmin ərazilərdə yaşayır. Digər bölgələrdə də oxşar nəticələr üçün sərhəd kəndlərində iş yerlərinin yaradılması, vergi güzəştləri, subsidiyalar, sosial xidmətlərin yaxşılaşdırılması və bəzi ali təhsil müəssisələrinin regionlara köçürülməsi vacibdir. Onun fikrincə, gənclərin kəndlərdə qalması üçün şəhər və kənd həyat səviyyəsi arasındakı fərq azaldılmalıdır.